Salam əziz və dəyərli şagirdlər, dəyərli müəllimlər. Bu günlərim sizə qəbul tipli bir 15 sualın izahına baxacağıq. Yəni qəbula bu tipdə, bu tərzdə suallar düşə bilər. Qrammatik məzmunlu sual. Gəlin baxaq. Deməli yoldaşlar. Suallara baxaq. Birinci sualda deyir, birinci sual nəyə aiddir? Article bölünməsinə aid bir sualdır. Deməli, most countries gəlir və qaydaları da bir-bir izah edəcəm burada məsələlər. Deməli, yoldaşlar, mostdan sonra əgər isim gələrsə, isim. Bu zaman bu əksər mənasını verir. Əksər, çoxu və s. Axır, yəni əvəzlikdir burada. Buna görə qəti və qəti şəkildə Z artiklı burada işlənməz. Amma desəz ki, mostdan sonra nə zaman? Mostdan sonra əgər sifət gəlirsə, bu artıq olur üstünlük dərəcəsi. Üstünlük dərəcəsi olduğuna görə bura Z artiklı qoya bilər. Deməli, buradakı sifətə görə bura Z artiklı qoya bilər. Buradakı ismə görə artıq bura Z artiklı qoya bilmərik. Ona görə bura heç nə qoymayacağıq. Sonra baxaq, Western Europe. Bu deməkdir ki, yəni Qərbi Avropa bildiyiniz kimi qitə, ölkə, şəhər, rayon, materik adlarına Z artiklı qoyulmur. Ona görə cavabımız olacaq B variantı. Ona görə cavabımız olur B variantı. Aha, baxaq ikinci sualın izahına. Possessive case, yəni ismin yəli çalı. Aha, uşaqlar, ismin yəli çalı ilə bağlı suallara baxaq. Deyir özü correct, düzgün yəli çalı seçin, əla. İlk öncə apostrof S-dən sonra sifət, say, fiil, zərf gələrsə, bu zaman yəli çal deyil. Desəz sifət olanda nə zaman ola bilər? Sifət plus isim olarsa, sifət plus isim. Bu nəyə bərabərdir? Sifət plus isim ismi birləşməyə bərabərdir. Yəni ismi birləşmədə bir çox hallarda isim deməkdir. Ona görə bunda apostrof S yəlik hal sayıla bilər. Bunlar gələrsə, deməli, bu yəlik haldır. Tom, mom, Ted. Bax, burada Ted'in apostrof S-i yoxdur. Onun üçün A variantını çıxıram. Amma əgər Ted's mom is an excellent cook olsaydı, bu düzgün variant götürülə bilərdi. Have you answered letter? Bu qalsın. Life's too var. Qardaş getdi. Tom's much fatter than getdi. Çünki isim gələ bilməz. Say gəlmişdir. Getdi. Cavabımız qalacaq B variantı. Özündən sonra da isim gəlib. Görürsünüz, bu sifət, say, feil, zərf, zat yoxdur ki. Ona görə cavabımız düzdür. Keçək üçüncü sualın izahına. Üçüncü sual adələrlə bağlı bir sualdır və görürəm ki, əvvəlində Sam gəlib, sonrasında Banks gəlib. Bunlar mənim açar sözlərimdir. Baxaq. İlk öncə mən Sam haqqında bilirəm ki, Samdan sonra Z artiklı işlənməz. Samdan sonra Z artiklı gəlməz. Və özündən sonra Banks'dır. Banks necə isimdir uşaqlar? Banks cəm isimdir. Mən bu iki qaydanı bilirəmsə, bu sualı rahat şəkildə işlədəcəm. Deməli, Samdan sonra Z artiklı gəlməz. Getdi, ümid artikl gəlməz. Bu düz qaydasında B variantını iki şərtlə, həm Samdan sonra artikl gəlməz, həm də burada Banks var. Burada bir S var. Ona görə ən artiklı işlənməz. B variantı da getdi. Baxıram bir digər məsələyə, others məsələsinə. Others və adəf məsələsinin fərqinə. Deməli, yoldaşlar, əgər cümlənin sonunda S varsa bu işlənir isimsiz,
Bu işlənir isimlə. İndi özündən sonra isim gəlmişdir. Özündən sonra isim gəlmişdir deyə adresi də çıxdıq. Every'yə baxaq. Every'dən sonra gəlməlidir tək isim. Bu necə isimdir? Cəm isim. Every'də çıxırıq, cavabımız qaldı other variantı. Baxaq 4-cü sualın izahına. Bu buradan başlayır. Buradan. Greedy, your brother friend is. Ne hansı cümləyə aiddir? İnkar cümlələrinə aid. İnkar daha doğrusu yox. Nida cümlələrinə aiddir. Gəlin qaydamızı bilək. What'dan sonra gələcək isim və yaxud da ismi birləşmə. Birləşmə və en artiklı görə biləcəyimiz məsələlərdir. How'dan sonra gəlməlidir sifət. Sifət plus isim yox ha. Burada sifət plus isim gələrsə bu what-la işlənir. Amma adi sifət gələrsə bu how'dur. Çox az z artiklı mütəşəkkildir görə biləcəyimiz bir şeydir. En artiklı burada görməyəcəyik. İndi greedy sözünə baxacağıq. Friend is və təkdə olduğuna baxacağıq. Deməli, greedy sözü deməkdir nə? Ac, göz. Sözü bilməliyik. Və bilməliyik ki, bu nədir? Sifət. Sifət plus isim deyil ki, greedy people falan demir ki, birbaşa sifətdir. Deməli, biz what olan variantları çıxacağıq. D, A, D-yi C getdi. İndi how-mu işlədəcəyik, how-dem işlədəcəyik. Baxaq bu suala. Hə, dediksə, burada ola bilərdi. Amma yəni bir how-dan sonra birbaşa görə bilmərəm. Məsələn, how greedy this olsaydı, hə, bu okey bir məsələ idi. Amma yoxdur, ona görə bu da getdi. Cavabımız A variantı. Baxaq 5-ci suala. Deməli, 5-ci sualda compound nouns. Çox vaxt isimdən demək olar ki, bir sualınız var. İndi bura çox mövzunu salmamışam. Məsələn, hələ izahını keçmədiyimiz bəzi mövzular, düz cümlələrini də keçməmişik. Amma bəzi mövzuları salmamışam. Amma indi salacağım o mövzuları da izah elədikdən sonra daha aydın, daha bütün sualları əhatə edən suallar yenə işləyəcəyik. Baxaq compound nouns. Gözəl bir sual. Deməli, bir an bunu silək. Burada ment var. Ay sağ ol. Ment göstərdi ki, ment şəkilçisi. Bu düzəltmədir. Gəlin mentin bir qaydasına baxaq. Tez izahını verək. Deməli, uşaqlar hansı sözlər idi? Parlament, dokument, moment, sonra parlamento, instrument. Bu sözlər idi ki, bunlar ment olmağına baxmayaraq necə sözlərdir? Sadə. Yadımıza düşmüşən deyirik və A variantını çıxardırıq. B variantını saxlayaq. Burada or şəkilçisi var. Er-or şəkilçisidir. Məsələn, teacher, actor və s. C variantında belə çıxırıq. Leader sözünü lead-er. Dimdə də var bu. Çıxırıq. Burada isə ment olduğuna görə, mentin qaydasında yeni izah elədiyimə görə yenə də çıxırıq. Cavab götürəcəyik. Hand ayrı söz, writing ayrı söz, tools ayrı söz, brush ayrı söz. B variantı bizim doğru variantımızdır. Baxaq 6-cı suala. 6-cı sual yenə. Burada bir hardly var. Deməli, uşaqlar, hardly bildiyimiz kimi inkar yaradır. İndi hardly ilə və s. bağlı bir video gələcək, baxacağıq. Deməli, biz bilirik ki, bir cümlədə 2 inkar olmaz. Bax, birinci qaydamız odur ki, bir cümlədə 2 inkar olmaz. Və sam işlənir
nə də təsdiq cümlələrdə. Bu iki qayda ilə testimizin cavabını tapacağıq. Gəlin baxaq. Deməli, hardly olduğuna görə bir cümlədə iki inkar olmayacağına görə C variantını çıxdıq. Və bir digər məsələ olan somebody ilə something-də çıxdıq. Nəyə görə? Some təsdiq cümlələri işlənir. Hardly olduğuna görə cümlə inkardadır. Qaldıq anyone, anything. Qrammatik olaraq hər ikisi düzdür. İndi varianta baxaq. There is hardly to eat in the house. Bunu da əşya yeyə bilməz. Ona görə canlı yeyəcək. Cavabımız Y variantı. Yenə baxın uşaqlar, article demək olar ki, bizim qəbullarda 100% düşən sualdır. Abu Dhabi şəhərdir. Biz bilirik ki, şəhərlər, ölkələr Z artiklı işlənmir. Bəzi ölkələr var, Z Ukrayna, nə bilim, Z Haq, Z Cream, başqa. Yəni bunlar Z artiklına amma ümumilikdə işlənmir. Ona görə bura bir dənə mənfimizi qoyaq, heç nə işləməyəcək. Of-a görə biz demişdik nə qoyacağıq? Z artiklı qoyacağıq. Arab Emirates. Bu mən demişdim, bəzi ölkələr var ki, bu Birləşmiş Ərəb Əmirliklərdir də. Əgər ölkələr tək-tək olarsa Z artiklı qoyulmaz. Amma Z USA, Z UK, Z Arab Emirates, yəni Ərəb Əmirlikləri Z artiklını qoyacağıq. Cavabımız olacaq B variantı. Keçək 8-ci sualın izahına. 8-ci sual yenə maraqlı bir sual. Of olduğuna görə baxırıq will have-ə. Will have-ın da mən nə bilim, bu təkdir, cəmdir və s. ilə axır. Onda baxaq Patrick Piyansa və s. ilə axır. Buna baxaq. Of-la işlənənlərə baxaq. İlk öncə bilirik ki, törəmələrdən sonra, gəlin bəzi qaydalara baxaq. Törəmələrdən sonra, deməli, burada biz bunlarla tapa bilməyəcəyik. Çünki will have var. Will have mən bilmirəm ki, bu belə olur da. I, you, he, she, it, we, you, they. Bunların hamısından will işlənir. Bir aynen will işlənmir. O da yenə təkdir, cəmdir. Bilmirəm təki cəmi hansıdır. Tamam, onu silək. Keçək törəmələrə. Törəmələrdən sonra isim işlənməz. Törəmələrdən sonra of işlənməz. Törəmələr tək xəbərlə uzlaşır və s. ilə axır. İndi baxaq every'nin qaydasına. Every tək xəbərlə uzlaşır, bu heç. Every'dən sonra of işlənməz. Burada da bir of var. Burada da bir of var. Baxın, every'ni çıxdım. Törəmələri çıxdım. Qaldı cavabım 2 və 3. Yəni A variantı. Başa düşərik yəqin ki, bu sualı da bununla növbəti keçəcək 9-cu sualın izahına. Deməli, choose the correct variant deyirdi. Match var. Uşaqlar, match müqayisə dərəcəsini çağırır. Müqayisə. Başqa nə çağırır müqayisəni? Məsələn, dən çağırır, mat çağırır və s. ilə axır. İndi burada bu variant, daha doğrusu longest çıxacağıq. Qalacağıq 3 variantın arasında. Burada bir E artiklı var ki, E artiklı düz olsa biz yenə tərcüməyə baxacağıq və yaxud da bir digər məsələyə baxacağıq. Uşaqlar, sifətin qarşısında E artiklı hansı halda olur? Sifət plus isimcə olduğu təqdirdə isim. Bu zaman bu ismin artiklı keçir buradakı sifətin qabağına. Məsələn, edən, əndən biri keçir qabağına. Burada nöqtələrdən sonra bir isim olmadığına görə biz artikl qoya bilmərik. B, Y variantlarını çıxırım. Cavabım qaldı
C variantı. Baxaq 10-cu sualın izahına. 10-cu sual. 10-cu sual nədir? 10-cu sual conjunction, bağlayıcılarla bağlı və tərcümə ilə həll olunacaq. İlk öncə the children were asleep, yuxulu idilər, çünki onlar yorğun idilər. Cavabımız olacaq because. Bu qədər sadə. Yəni sadəcə tərcümə ilə tapa bilərik. Biz deyə bilmərik. Onlar yuxuluydu, amma yorğun idi. Təzad yoxdur. Təzad olmadığına görə batı çıxacaq. Onlar yorğun idi, belə ki, yuxuluydu, belə ki, yorğun idi. Yuxuluydu, yorğun idi, belə ki, yuxuluydu olsaydı, hə, ola bilərdi, amma başqa cür ola bilməz. Baxaq 11-ci suala. Maraqlı bir sual, Soduaya aid bir sual. Baxaq. İlk öncə birinci olaraq bilirik ki, cümləmiz təsdiqdədir. İkinci olaraq bilirik ki, so inkarda işlənməz. Üçüncü düsturumuz bilirik ki, so, do, ay. Yəni, so gəlir, fiil gəlir, sonra mübtəda gəlir. Bunu da bilirik. Sonra görürük ki, burada has forbidden var. Has forbidden'ın da sual inkarı do does didlə düzəlir. Bunu da bilirik. Gəlin indi çıxdaşımıza keçək. İlk öncə cümlə təsdiq olduğuna görə mən naizəni bir də hasn't-ı, buradakı hasn't-ı çıxıram. C, D, yeni atıram. Bizim köməkçi feilimizdə has forbidden, do does did olduğuna görə sual inkarı həzi də çıxıram. Cavabım qaldı A variantı. Baxaq 12-ci sualın izahına. İkinci hissədən bir sual, complex objectdən bir sual. Burada əgər verb istəyirsə hər zaman çox vaxt sual düşür complex objectdən. Heç vaxt. Complex objectin sualı complex objecti tapın deyə bir şey yoxdur. Deyir ki, feilin düzgün formasını tapın. Yəni bunu gördükdə bilin ki, complex objektə dair sual tapacağıq. Notice-dir. Notice bizim birinci qrup, ikinci qrup feillərimizə aid. Bilirik ki, make, let. Bunlardan sonra boş çoxluq. Heç nə gəlmir, amma watch-dur, see-dir, observe-dur, notice-dir, hear-dir. Bu sözlərdən sonra to gəlməz, amma ing-li feil gələ bilər. Burada notice var. Aha, biz də bir də bilirik ki, obyekt, complex objektə, yəni feildən sonra gəlməlidir obyekt al. Obyekt al. Gəlməlidir. Baxaq. İlk öncə burada mən adlı xalları çıxacam. Z var. B və C variantlarını çıxacam. To olanları çıxacam. Burada to var, çıxacam. To var, çıxacam. Cavabım oldu ing-li olan Y variantı. Yəqin ki, burada da demək olar ki, hər şey dedik. Keçək 13-cü sualın izahına. Baxaq 13-cü suala. Düzgün variantı istəyir və s. ilaxır. Y variantından izah eləməyə başlayıram və müəyyən məsələlər. The police. Ay, sağ ol. Bilirsən ki, police, cattle, gentry, goods, people. Bu sözlər nədir? Hər zaman cəm sözlərdir. Mən bu qaydanı bilirəm. Və cəmlə tək xəbər uzlaşmaz Y variantı. Və suala bir dənə baxaq, çox üzr istəyirəm demədim. Bu sual choose the correct variant sualı. Çox vaxt mübtəda xəbər uzlaşmasıdır. Aha. Keçək
Bir başqa suala. The weight is təşlə uzlaşıb qəşəng. Təşlə uzlaşanda fiilin arxasında nə olmalıdır? S olmalıdır. Yoxdur, D variantı çıxdı. The teachers yaxşı. The teachers deməkdir zey. Zeydaz ola bilər? Ola bilməz. C variantı çıxdı. Uşaqlar, of varsa əgər, ofdan əvvəlki sözə baxarıq. Ofdan əvvəlki söz purpose, təkdir. Təklə nə olmalıdır? Tək xəbər. Burada cəm xəbər olduğuna görə uzlaşmır. And olanda nə olur? Cəm xəbər. Arda cəm xəbər olduğuna görə A variantı bizim doğru variantımızdır. 14-cü sualın izahına baxaq. Deyir ki, pasivinə baxaq. Deyir ki, düzgün məhdud növü seçin. İndi baxaq, burada shall var, send var. The reportu verək qabağa. Bilirik ki, tamamlıq keçir qabağa. The report. İndi shall-in to be-si nədir? Amma üçüncü şəxs olduğuna görə will olacaq. The report will be sent tomorrow. Hətta would be belə ola bilər. Bircə saniyə baxaq. Yox uşaqlar, elə bunu keçirəcəyik qabağa. The report will be would niyə olmur? Çünki burada tomorrow var. Keçmişliyə dair bir şey yoxdur axı. Will be sent to tomorrow. Hətta by da olsa tomorrow by me deyə bilərdik. Cavabımız olacaq. Hətta by me də var imiş. D variantı. Keçək 15-ci və bugünün son sualına. Yenə verb deyir. Və yenə complex objektə aid bir sual. Baxaq suala. Deməli, made var. Made bizim make, let. Birinci qrup feillərimiz aid. Bunlardan sonra nə to gələr, nə ing-li feil gələr. Belə şey görə bilmərik. Nə bu feillər uşaqlar? Şəxsə və zamana görə dəyişmir. Yəni olduğu kimi qalır. Ona görə zamana görə dəyişib, zamana görə dəyişib, şəxsə görə dəyişib. Cavabım oldu A variantı. Deməli yoldaşlar, bu tip qəbul tipli suallar, mətinlər, sınaqlar və s. üçün açdığım sınaqlar qrupuna minimal məbləğdir. Yəni aylıq 10 sınaqdır və aylıq 10 sınaq üçün 10 manat təşkil olunub. Əgər sınaqlara qoşulmaq istəyirsinizsə, ümumiyyətlə dərslərə qoşulmaq istəyirsinizsə 051 318 99 21 nömrəsinə Murad müəllim yaza bilərsiniz, məlumat ala bilərsiniz. Deməli, bir saniyə. Aha. Bir saniyə. Hə. Deməli, məlumat ala bilərsiniz. Nömrəni yeni yazıram. 051 318 99 21 və yaxud da elə bu nömrəyə yazsanız kifayətdir. Məlumat ala bilərsiniz. Deyəcəklərim bu qədər. Yəni, çox güman edirəm ki, izahı başa düşdünüz. Bu tip qəbul tipli sualların izahı, həmçinin keçmiş illərin qəbul ümumi mətnli və s. qəbul izahları da gələcək. İzləmədə qalın, şərhləri yazmağı, fikirlərinizi bildirməyi unutmayın. Sağ olun, salamat qalın.